Hələ ki dəyişən ancaq qiymətlərin qalxımıdır. Son 6 ayın ərzində Azərbaycanda qalxmayan təkcə 87 yaşlı Şirvanlı Əbdüləzim kişinin əl ağzıdır ki, o da daha Allahdan qalxmır da, çünki yaşı çoxdur. Heç kimin hüququ yoxdur ki, kiminsə şəxsi həyatına müdaxilə etsin. Azərbaycanda məhkəmənin qərarı olmadan insanların evlərinin başlarına tutulurlar. Azərbaycanda məhkəmənin qərarı olmadan insanlar tutulurlar, həbs edirlər. Çünki ordu demokratiya, xaos, bardaq sevmir ay brat. Ordu intizam, borc və pafoslu sevgi istəyir. Cəmaat min bir zülmlə, qəddarlıqla və rüşvətlə silahlanmışların içində uşaq böyüdü. Onu sevgi ilə vətənə, qulluğa, orduya göndərir. Orada da bu uşaqlarla məzələnirlər, vurub onları öldürürlər. Bu minvalla kim vətənini, ordusunu sevər? Allah insanın içində olan bir varlıqdır da. Biz Allahı çölümüzdə müdafiə edirik. İçimizdəki Allah yadımızdan çıxıb.